Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Gilanın dəstəyi ilə təşkil edilən 15-ci Qəbələ Beynəlxalq Musiqi Festivalı davam edir. Musiqili gecədə muğam axşamı konsertləri keçirilib. Festivalın 3-cü günündə diqqəti cəlb edən məqamlardan biri də Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin kamera orkestrinin çıxışı olub. Festivalın 3-cü günü Heydər Əliyev Konqres Mərkəzində əməkdar artist Emil Əfrasiyabın bədii rəhbərliyi və Mustafa Mehmandarovun dirijorluğu ilə Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin kamera orkestri konsert proqramının təqdimatı ilə başladı. Gördüğünüz kimi hem xarici qonaqlar, hem yerli qonaqlar bugün bizimle eyni səhnədə oldular və bizim binifşarlar üçün, bizim üçün ilk təcrübə idi. Və mən böyük bir qürur hissi ilə artıq deyə bilərəm ki, bu işin davamı olsun. Tədbirin axşam konserti muğam sənətinə həsr olundu. Muğam axşamı proqramında əməkdar artist Sahib Paşazadənin rəhbərlik etdiyi ansambl ifaçıları müşayiət etdi. Əməkdar artistlər Bəyimxanım Vəliyeva, Təyyar Bayramov, muğam müsabiqəsinin laureatları Mirələm Mirələmov və Kamilə Nəbiyeva çıxışları ilə proqramı daha da yadda qalan etdi. Təbii ki, çox gözəl bir bayramdır. Bu musiqi bayramıdır ki, bütün dünya ölkələrindən, bir çox dünya ölkələrindən tanınmış musiqiçilər gəlib burada çıxış eləyirlər və bizim tamaşaçılarımız onları görür və onlar da Azərbaycanımızın necə musiqi diyarı olduğunu göstərir. Milli muğamlarımızın səsləndirilməsi üçün dünya şöhrətli musiqiçilərlə yanaşı gənc ifaçılara da fürsət verildi. Qəbələ Beynəlxalq Musiqi Festivalında ilk dəfə çıxış edəcəyim üçün çox qürurlu və çox həyəcanlıyam təbii olaraq. Ümumiyyətlə belə festivalların keçirilməsi gənc istedadlar üçün çox əlverişlidir. Ümid edirəm ki, tamaşaçıların zövqünə oxşayacaq ifam. Gecədə Seygah, Dilkəş, Bayatı Şiraz və Şur təsnifləri, həmçinin Ayqız əsəri, Vətən kompozisiyası və Qarabağ şikəstəsi zərbi muğamının məharətli təqdimatı tamaşaçıların böyük maraq və alqışları ilə qarşılandı. Müxtəlif ölkələrin, fərqli mədəniyyətlərin ən parlaq təmsilçilərini bir araya gətirən 15-ci Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 3-ədək davam edəcək. Əli Səmədov, Aysel Abbasova, İbrahim Mustafayev, ASTV Xəbər.